Salam, hər vaxtınız xeyir olsun. Bugün Yüksəliş şeir layihəsinin 18-ci tədbiri keçirilir. Təbii ki, biraz hava yağışlı olmağına baxmayaraq yenidən onlar məni tək qoymadılar. Təşəkkür edirəm. İnşallah ki, uğurlu olar, davamlı olar və çalışacağıq ki, bundan sonra hər həftə biz o tədbirləri keçirək. Çünki kitaba yaxınlaşır. Heç nə, belə tədbirdir, yəni şeirlər səsləndiriləcək. Yeni qoşulanlar olacaq təbii ki, onları da biz növbəti həftədə təbii ki, o anaların, evlatlarına da şeirlər yazacağım. Çünki yeni qoşulublar. Belə. Yəni, həm qrupda, həm də ki, belə biləcəklərdə, yəni hansı ki, yeniliklər olacaq. Təşəkkür edirəm. İnşallah ki, yaxşı olar. Yaxşı olar, yaxşı alınar. Bir dəqiqə alın. Allah məkanlarını cənnət edəsin. Bayramlarına qədər təbii ki və əslində hər həftə keçirilir bizim tədbirlər və inşallah ki, bu həftədən sonra da biz hər həftə tədbirlər keçirəcəyik və yeni qoşulan şəhid anaları var. Onların da evlatlarına biz növbəti üzrəcəlik həftədə şeir yazacaq. Çünki dünən axşam məlumat vermişdim, ona görə keç olub çatdıra bilmədik. Və bununla yanaşı bugün iki şəhid anasının doğum günüdür. Onu qeyd edəcəyik. Həm Bahar ananın, həm də Könül xanımın. Mən sizə uzun ömürlü arzu edirəm, təbii ki. Və nə arzu niyyətiniz sana çatasınız inşallah ki. Və Yüksəliş şeir layihəsi təbii ki öz missiyasını davam elətdirir. İlerleyen aylarda hem jurnal hem kitap fikrimiz var ki artık bunu biz bu şeirleri kitapla getirək və bunu oxuculara təqdim edək. Və düşünürəm ki bu daha yaxşı kitab olacaq. Çünki oxucular bir balaca yönəlməli bu istiqamətə. Təbii ki, dünya ədəbiyyatında oxucular oxuyurlar. Amma şəhidlərin yazılan kitablarını daha çox alıb oxumalıdır. Təbii ki, mən yazdığımı alıb oxuyurlar, fikirlərini bilmirəm. Və mən 4 dənə kitab yazmışam, 4-də yəni çox məhdud sayda. Ona görə hər kəsin evində var. Təbii ki, o kitabı əldə etmək üçün çox müraciətlər olundu və biz onu sadəcə reklam etmədik, sadəcə kitabı çıxartıb təqdim etdik və böyük bir biz onu universitetdə təqdim etdik. Şəhid Leytan İmamullah Məhəmmədin xatirəsindən sonulmuş kitabı ilə hekayə janrında yazdıq. O da yaxşı nəticə verdi və tanıdığı şəhid imamı, şəhid xatirəsindən sonulmuş kitabdakı yaxşı nəticə verdi təbii ki. Və kitabdan kitaba fərqlər olur təbii ki. Və bir var ki, anasının dilindən, yaxınlarının, qohumlarının dilindən bu xatirə
olaraq kitablar yazılır. Təbii ki, onu bədiyləşdirir yazıcı. Bir də var, şəhərimizin döyüş yolu, onun keçdiyi döyüş yolu və anasının olan xatirələri. Artıq bu kitab ona dəyər, təbii ki. Tanışacağıq ki, burada olan bu şeirləri biz kitab halına gətirək. Hər şəhərin bir şəkli, Wikipediyası, yəni tərcümə halı, bir də adına yazılmış şeir. Ola bilər, şəhərlərimizin adına 2-3 şeir yazıla bilər. Amma onlardan bir şeir çəkiləcək, bir şeir veriləcəkdir kitabı. Çünki bərabərlik olmalıdır və biz gender bərabərliyini qoruyub saxlamalıyıq. Və inşallah ki, ona görə də bərabərlik olmalıdır və mən heç vaxt fərq qoymamışam. Həmişə, istər 1-ci Qarabağ, istər 2-ci Qarabağ, terror şəhidləri mənə kim müraciət edilirsə, çalışmışam ki, şeirlər yazım, bazarlığına qədər. Yəni, kimsə məndən sənət formu səviyyəsində şeir istəməsin, təbii ki, mən onun cəzası deyiləm, yəni bazarlığı nə varsa olur. İnşallah keçək biz, mən ilk olaraq istərdim ki, sizin icazənizlə səbəbkar dəvət edeyim, Şorum xanımı. Şorum xanım, ilk olaraq dəvət edeyim, gəlin siz bir sözlərinizi deyin. Hoş gəlmişsiniz mənim əziz dəyərli analara, bacılara. Allah hamınızı var eləsin. Allah can sağlığı versin. Elmar çox sağ ol balam, Allah köməyin olsun. Bizim qardaşımızı da salamlayıram, Allah köməyin olsun. Allah canı salamat eləsin. Nə deyə bilərəm, düzdür, bu günləri mənim ad günümdür. Çox çətin. Hər zaman mənə təbrik edirdi birinci. Mənə çox çətin oldu, ona görə danışa bilmirəm, üzrlü biləm. Həmişə mənə deyərdi ki, ana, 100 yaşayacaqsan sən, çox yaşayacaqsan. Amma 100 yaş, Allah özü qismət eləsin, nəsə can sağlığı versin. 100 yaşa kimi bilmirəm, nələr olar. Allah ömür versin. Allah can sağlığı versin, Allah köməyiniz olsun belə. Sağ qalsaq 100 yaşımızı İnşallah dəyər verdiyinizə görə biz analara, bizim balalarımıza çox sağ olun. Allah köməyiniz olsun. Bu günləri bilmirəm nədəndir, amma hər zaman da yoxuma gəlmişdi, balacalığı vaxtı idi. Onun ən çox sevdiyi Nərgiz gülü idi. Başım belə elə bir dənəsini qırdı, mənə verdi. Mən onu saydım yuxuda, analar, mənim əzizlərim. O qədər mənə çox belə qəribə gəldi. Baxdım ki, 5 dənə ləçəyi var. Biz özümüz də ailədə üzr istəyirəm 5 nəfəri. Onu verdi mənə, amma sakitcə getdi, heç nə demədi. Allah cəm şəhid balalarımızın ruhunu şad eləsin, məkanların cənnət eləsin, məqamların ucadan uca eləsin. Biz analara da Allah öz gözəl səbrindən, dözümündən versin. Çox sağ olun, var olun, nə yaxşı ki sizlər varsınız. Hamınızı çox istəyirəm, bağrıma basıram. Sizlər də var olun. Şəhid Zeynalov, Əzzaman Mehmanovun xatirəsinə həsr olunmuş, Əzzaman göndərilmişdir. Yoxluğun yuxudur bəlkə, həmin ev, döngə, o döngə, toplaşıbdır. Hamı evə Əzzamanı gözləyir. Yuxu gözdən açıb gedir, gəmi yara açıb gedir. Ruhu göyə uçub gedir, Əzzamanı gözləyirik. Qaydacaq bilirəm ki, o gedəndən gülürəm ki, gəlməsə də deyirəm ki, Əzzamanı gözləyirik. Anasıyam, neynəyim mən, baş-başayım, ürəyim mən, bağıraram, söyləyim mən, Əzzamanı gözləyirik. Biz batmışıq daha qəmə, baş daşıdır, sirdaş mənə, baxıb yoluna biz yenə Əzzamanı gözləyirik, Əzzamanı gözləyirik. Yoxluğum da həsrətə dönüb, qoyub həsrət üzünə məni, qəbrin çəkir özünə məni. Dönüb evib dərd evinə, şaxta girib sərd evinə, ölüm gəldi mənim evinə, çəkib saldı izinə səni, qəbrin çəkir özünə məni. Ayrıldı yolumuz səxavət,
Qara yazıldı, talih, qismət, gələcəyəm, yanına mən əlbəl, gözlə gecinə, tezlə məni, qəbrim çəkir, özlə məni. Səxavət arşıma çıxarsan, yanına cənnətə apararsan, sən tanısız tez darıxarsan, həsrət qoyma, sözlə məni, qəbrim çəkir, özlə məni. Şehir, oğluma sıfıratmışam. Boş qalıb evim, otağım, itib həyata marağım. Anardı bugün qonağım, oğluma sıfıratmışam. Tutub arzu diləklərdən, çay dəmlədim çiçəklərdən, o istəyən yeməklərdən, oğluma sıfıratmışam. Gəlib başıma taz olar, dərdlərimə əlac olar. Baxma da, birdən ac olar, oğluma süfrə atmışam. Cənnət neymətlərlə doludur, şəhidlik haqqın yoludur. Əlimdən gələn tək budur, oğluma süfrə atmışam. Ruhu məni göydən görür, sanki mənə sağam deyir. Evdəkilər hamı bilir, oğluma süfrə atmışam, oğluma süfrə atmışam. Pənahov Əkbər Beyləroğlu'nun xatirəsinə həsr olunmuş poema. Əkbərimdən xəbər mi var? Qapı döyüldü, sübh çağı. Açdım ki, Allah bana. Əlində məktub, dualar, Əkbərimdən xəbər mi var? Əskər libası. Bir oğlan, dedi anacan, bir dayan. Bəli, oğlumdan xəbər var. Hər şey məncə yaxşı olar. Məktubunu verib getdi. O an sanki gözdən itdi. Əlim əsdi həyəcandan, məktubu mən oxumadım. Dedim Əkbərə, nə oldu? Yenə ağlım onda qalır. Məktubda belə yazırdı. Artıq döyüşə hazırdır. Salam anacan, mən Əkbər. Oxu məktubu, eylə nəzər. Mən səni lap çox sevirəm. Üzləcəksən, tez bilirəm. Mən artıq döyüşlərdəyəm. Əldə silah, səngəldəyəm. İşte birdən şəhid olsan, tarixlərdə igid qalsan, ağlamasən, üzülməsən, demə, oğlumla fəxr edirəm. Xiyabında dəfn eyləyin. Əkbər şəhiddir, söyləyin. Bu qədər ana, hələlik, mən gedirəm, həmişəlik. Dizlərim düşdü taqətdən. Mən də pay aldım həsrətdən. Gözümün ağı, qarası, qəlbimdə oğul yarası. Sağalmayacaq, onsuz, həsrətimin yolu sonsuz. Çox acı oldu bu xəbər, bayrağa sarıldı Əkbər. Dərdim belə ötən deyil, oğul dərdim bitən deyil. Bu da bir məktub igiddən, xatirə qaldı şəhiddən. Ölü Vahidoğlu'nun xatirəsinə həsr olunmuş şeir, Sənsiz gecələrin dərdi. Mən sənsiz darıxıram, bil. Gəl göz yaşlarımı da sil. Ömürdən il alır qəfil, sənsiz gecələrin dərdi. Məni rahat buraxmır ki, dərd sağalmır qəlbimdəki. Həsrətdən dolu, sanki sənsiz gecələrin dərdi. Telefonları səssiz alamız, əhmədəmizə. Telefonları ham telefon səssiz alsın. Bil, gəl göz yaşlarımı da sil. Ömrüdən il alır qəfil, sənsiz gecələrin dərdi. Məni rahat buraxmır ki,
Dərd sağalmır qəlbimdəki, həsrətdən doğur sanki sənsiz gecələrin dərdi. Füzuli mənlə tək olur, anan sənsiz kövrək olur. Necə söyləyim, yük olur sənsiz gecələrin dərdi. Önündəki baş daşındır, önündəki baş daşındır, dərd ortağın yoldaşındır, otağında sirdaşındır, sənsiz gecələrin dərdi. Düşünsən, anan darıxmır, o tənhalıqdan sıxılmır. Məni nədən tək buraxmır, sənsiz gecələrin dərdi, sənsiz gecələrin dərdi. Damranın xatirəsinə solda, damlayasın. Dolu otağa xatirənlə yaşayıram. Məni ölümə yetirən xatirənlə yaşayıram. Həsrətim edir, toy, düyün, vağzalı çalır sənin üçün. Kamran, axı, hər gün xatirənlə yaşayıram. Olur evə adamla bəzən. Yalnız sən yoxsan, evdə sən, keçir gizli otağına mən xatirənlə yaşayıram. Yetmir xoşbəxtliyim mənə, həsrət oxuyuram yenə, gəlmişəm ki deyim sənə, xatirənlə yaşayıram, xatirənlə yaşayıram. Zadə Əlinin xatirəsinə həsb olunmuş şeir, biz günlər öncə Əlinin də evini ziyarət etdik, anasını da bizi dəvət etmiş, təbii ki, biz orada olduq və sabah da Əlinin, yəqin ki, xəbərdarsınız, şəhadət günüdür və inşallah ki, biz verməliyəm, canımı mən verməliyəm. Biz vətənə ana dedik, bayrağımızda and etdik, düşmən kimdir, torpaq alır. Onlar yenilir, məhv olur. Döyüşdə əli tək, qoçaq, ara düşərmi Qarabağ. Əmr verir, kapitan Əli, düşmən üstə, siz irəli. Sancın bayrağı dostlara, köməyə gəlin dostlara. Almalıyıq, qisas, hər an, onda təmizlənər vicdan. Oldu bizim qüdrətimiz, vətən, torpaq, qeyrətimiz, qulağımızda azan səsi, şəhidlərdir, duyan səsi, aldıq torpaqları bir-bir, düşmən qabağında əsir, biz şəhid olsaq da millət, bitdi Qarabağa həsrət, 44 günə zəfər saldıq, xalqımızdan güz aldıq. Onun xatirəsinə həsb olmuş, anan yolunu gözləyir. Sən gedəndən sonra bil, anan yolunu gözləyir. Baxıb qapıya qəfil, anan yolunu gözləyir. Ürəyini dağlayır, sənə ümid bağlayır, rəsmini qucaqlayır, anan yolunu gözləyir. Deyir balam dönəcək, olacaq arzum gerçək, gözü yollarında bir tək, anan yolunu gözləyir. Darıxmışıq, biz qayır, verin mənə söz qayır, nə olar əli, tez qayır, anan yolunu gözləyir. Sən gəl ki, gözləməsən, qulaq səs dinləməsən, mələklər qoy deməsin, anan yolunu gözləyir. İlham Yusufovun xatirəsinə həsr olunur, rəsmi səsləndirəcək. Dərdim yaddaşımı pozur, yuxumu da pisə yozur. Mənə vaxtsız məzar qazır, məzarı olmayan babam. İllər ötdü, zaman getdi, bir gülləyə qurban getdi. İlhamım da cavan getdi, nur üzü solmayan babam. Həsrətin ağır çəkilməz, dərdim kətənə bükülməz. Bir an qoydum sən, yenilməz,
ardına qoymayan balam. Baxmadı heç yarasına, girdi şəhid sırasına, yaşadıqca anasına bicanə qalmayan balam. Şəhid Vəliyev ana həm Küçük balamı qaranlıq məzara qoydu. Sən gələcək deyə ana paltarını kənara qoydu. Gəlib geyinəcək yenə, evin həsrət qalıb sənə. Anar demək üçün sənə, sözlərimə ara qoydum. Dərdim dayanıb qəsdimə, yağlar alışır üstümə, yaralarımın üstünə sağalmayan yara qoydum. Mən itirmişəm dincimi, verdiyin dərd bilincimi, səndən sonra sevincimi, heç bilmirəm hara qoydum, heç bilmirəm hara qoydum. Nasıl olmuş şehir apar geldi. Təbii ki, bu yazılan şeirlər hər biri anasının dilindən yazılıb, bədiləşir təbii ki və fərqli mövzularda yazılıb. Birinə poema yazılıb, birinə şeir yazılıb təbii ki. Amma nəticədə hər biri anasının dilindən yazılıb. Apar geldi. Gəl ruhum sənə tapınır. Ovşun deyə çırpınır, canım çıxır, göz qırpınır. Bu dünyadan qopar gedim. Səs də vermirsən səsimə, kədər yurt salır qəlbimə. Ay Allah məni elçinə, al canımı, apar gedim. Nə qədər olar oğul dərdi, ağır qoydu həyat şərti. Yaşatmadım igid mərdi, icazə ver, olar gedim. Bu Tanrıya üsyan deyil, oğul dağı asan deyil. Əzrailə fərman deyil, yaz fərmanı tutar gedim. Haqqa biz salmasam da, tənha qalmasam da, mən cənnətdə olmasam da, məni elçin tapar gedim, məni elçin tapar gedim. Ağı Həsənoğlunun xatirəsinə sorulmuş şeir. Sevinç bitdi, qəm yaranır. Verir ağrı ürəyələr. Şəhid tağının yoxluğu yarır bağrı ürəyələr. Evimiz səssiz görünür. Danışıb gülən yoxdur ki, sənin evə dönməyini hələ də bilən yoxdur ki. Mən bilirəm, gələcəksən. Bacın axıb tənha qalır, sənsiz başının üstünü həsrət alır, bulud alır. Mən bilirəm, gələcəksən. Döyüşlərdən igid kimi, bu xalq səni çiynində aparacaq şəhid. Həsənoğlunun xatirəsinə sorulmuş şeir. Anan çıxmır, sən gedəli, nə tədbirə, nə məclisə, yalnız qəbrinlə dərdləşir, səs ver, deyir, dur səsimə. Mənim şəhid Muhammedim, dön evinə, qayna, qarış, şəhidim deyib ağlayan, anan üzülməsin, çalış. Xatirəni qucaqlayır, içdən səssiz sızıldayır, sənin hərbi paltarını basıb bağrına saxlayır. Həsrəti zülmət gətirir, işıqlanan gün gözünə, hər gün qaranlıq yaşayır, vurur əsla gün gözünə. Arif oğlunun xatirəsinə əsr olunmuş şeir. Elman yuxuma gəlmişdir. Səssizdir bu ev, bu küçə, bizlərə yadıl oldu necə. Ağ libasda gördüm gecə, Elman yuxuma gəlmişdir. O yuxuman qonaq idi, Tanrıdan bir sınaq idi. Biraz mənə
uzaq idi, Elman yuxuma gəlmişdir. Dedi ana, üzülməsən. Gələrəm yuxuna, hərdən çox darıxmayım deyə mən, Elman yuxuma gəlmişdir. Qəm yüklənir, qəm ürəyə, gəlmədi bir kəs köməyə, tutub əlindən öpməyə, Elman yuxuma gəlmişdir. Ağlamışam, həm dinmişəm, dərdimi şəklinlə bölmüşəm. Səhər ayılıb bilmişəm, Elman yuxuma gəlmişdir və mən bu şeirin tarixəsini danışmasına qaydıram. Mən təbii ki, qızımın dilindəndir, birinin yarının dilindəndir, birinin anasının dilindəndir, birinin evladının dilindəndir. Tellərimə toxunur, həsrət ən incə. İçimdə ağrı yaradır, gizlicə. Hamıdan xəbərsiz, sakit, səssizcə gəlib məzarına qayıdıram mən. Mən şəhid İlyasın qızıyam, bilin. Qəlbin rəngidir, rəngi qərənfilin. Fəsil fərqi yox, bütün ayın, ilin gəlib məzarına qayıdıram mən. Fəxr edirik bizlər, ata, adınla. Qəhrəmanım qalacaqsan, yadımda, nəvələrinlə və övladlarımla gəlib məzarına qayıdıram. Yaradınız daha da böyüyər belə, atamın boşluğu dolmayır hələ. Tapşırıb səni qərənfilə, gülə, gəlib məzarına qayıdıram mən. Qoydu arzularını, Məhəmməd döyüşərək şəhid oldu. Bağladı vətənə duyularını, Məhəmməd döyüşərək şəhid oldu. Dostları şəhid oldu qucağında, partladı mərmilər düz qazanında. Tanrının azan səsi qulağında, Məhəmməd döyüşərək şəhid oldu. Döyüşlərdən yaralanıb çıxmadı, bağlayıb yarasını sıxmadı. O dönüb arxaya belə baxmadı. Məhəmməd döyüşərək şəhid oldu. Qeyrət idi şəhidliyə nədən, bilib şəhadəti evə getmədən, anasına son sözünü demədən, Məhəmməd döyüşərək şəhid oldu. Sənsiz dərdim az deyildi. Göz qızışdı, bel əyildi, gecə qapımız döyüldü. Elə bildim, niyaz gəlib, qəlbimə ümid yetirdi. Ağlar gözümü kilitdi. Ana dediyini eşitdim, elə bildim, niyaz gəlib. Yuxuma girdi niyazım, mənə dedi, budur yazım. Durdum ki, otağına açın, elə bildim, niyaz gəlib. Otağı boş, yedi yığılı, evdəkilər qəlbi dağı, libası ağ, üzü bağlı, elə bildim, niyaz gəlib. Məni dərddən tutarmağa, ana deyib yalvarmağa, öz yanına aparmağa, elə bildim, niyaz gəlib. Elə bildim, niyaz gəlib. Olmuş, yad olmuşam, qəbrinə mən. Oyaq üzümə biraz gül, əlimdə solu, qərənfil. Yasınla öpür, neçə il yad olmuşam, qəbrinə mən. İndi ayrılıram, yoxluğuna qırılıram. Tək ruhuna sarılıram, yad olmuşam, qəbrinə mən. Aldı səni zalım həyat, sən də eylədin vəfat. Məndən incimə ay barat, yad olmuşam, qəbrinə mən. Baxma hərdən güldüyümə, dərdlərinə, dözdüyümə. İnanmıram öldüyünə, yad olmuşam, qəbrinə mən. Yad olmuşam, qəbrinə mən. İlman Əliyevin xafiyəsindən sormuş bir şey var. Kərbalada gördüm İlmanı. Anası Kərbalada görmüşdü yuxusunda və bunu da çevirdik şeyləri.
Kərbəlanın ətri var oxumda, yuxumda, elmanı Kərbəlada görür. Namaz qılaraq səcdə edirdi. Mən şəhidəm, şəhidəm deyirdi. İmam Hüseynə tərəf gedirdi. Elmanı Kərbəlada görür. Görüşürdü Peyğəmbəri ilə, şəhidlər arası rəhbəri ilə, İmam Övladı, Əli Əsəri ilə elmanı Kərbəlada gördü. Görmək istədi, yuxunu yenə. Dedim, cənnət qismət olub sənə, Allah göstərdi. Yuxunu mənə, elmanı Kərbəlada gördü. Oldu döyüşlərə şahid oldu. Ad qazandı mənim igid oğlum. Onda bildim olub şəhid oldum. Elmanı Kərbəlada gördü. O xatirəsinə sorulmuş, ağlıma gəlmiş şey. Oğlumdan sonra güldüyüm, nəsə heç ağlıma gəlmir. Evə gülərüz döndüyüm, nəsə heç ağlıma gəlmir. Göz yaşımı qurutduğum, dərdini tez ovutduğum, xiyabanı unutduğum nəsə heç ağlıma gəlmir. Yoxluğuna yanmadığım, həsrətdən pay almadığım, Məhəmmədi anmadığım nəsə heç ağlıma gəlmir. Xatirələrdən soyuduğum, izlərində yorulduğum, məzarında tək qoyduğum nəsə heç ağlıma gəlmir. Əcəl yolumu kəsdiyi, başımın üstə əsdiyi, oğlumun məndən küsdüyü nəsə heç ağlıma gəlmir. David Rahov'un xatirəsinə sorulmuş şeir, hər gün şeir. İçimdə qanadır yaramı hər gün, Allaha etdiyim oğul üsyanı, açır Əzrail'la aramı hər gün. Üzünə doymadım, gül balamın mən, qəbrində tökürəm, dil balamın mən. Tutduqca yasını, dil balamın mən, gəlir həsrətimin davamı hər gün. Devidim gələcək, damıq qəlbimə, deyib ki, ayana, məndən incimə. Oğlun şəhid olub, heç kimə demə, yuxuda görürəm, balamı hər gün. Ayıq oldu, dərdimi bilməməyimlə, qəbrə uzanıb dinməməyimlə, cənnətdən evinə gəlməməyimlə, bilmirsən, üzürsən, ananı hər gün. Elvin kimi şəhidim var, şəhid Elvin Abbasovun xatirəsinə sorulur. Oğul dağıdı həsrətim, barı olmadı qismətim. Unutmayın, bu millətin Elvin kimi şəhidi var. Öz amalına qovuşan, kəlməsi vətən danışan, döyüşlərdə mərd vuruşan Elvin kimi şəhidi var. Torpağa canlı verən, kürəyini yanlı verən, son damla qanlı verən Elvin kimi şəhidi var. Fəxr eynəyir sənlə cahan, başımız dik bizim hər an. Qoy bilsin Azərbaycan, Elvin kimi şəhidi var, Elvin kimi şəhidi var. Xatirəsinə sorulmuş şeir. Yağış yağır, birdən qəbrin ıslanır. Bu şeir gedirəm, əslində bu şeirlə bütün şəhidlərimizə həsr olunur. Çəkir məni dərinə, uzanır dərdlərim sənin yerinə. Hava çiskinli, gəlmişəm qəbrinə, yağış gəlir, birdən qəbrin ıslanar. Torpağına yağış damlası düşər, süzülərək göz yaşımla birləşər. Məzarına yağışa çətin öyrəşər, yağış yağır, birdən qəbrin ıslanar. Yazım qəlbi sətir-sətir gətirdim, xatirəni sənə xatir gətirdim. Əlimdə ayfa, çətiri gətirdim, yağış yağır, birdən qəbrin ıslanar. Canımı tapşırır, göyə uçuram,
şəhidimin üzünə işıq saçıram. Yağış yağdı, xiyabana qaçıram. Deyirəm ki, birdən qəbrim İslama. Mən atam üçün darıxmışam. Rəsul uşaqdır, düşünürsünüz. Keyf namaq var, keçir gününüz. Hamınız yaxşı bilirsiniz. Mən atam üçün darıxmışam. Hərə gəlib bir söz deyir. Nə məlum, nə məcul deyir. Fəridə deyin, Rəsul deyir. Mən atam üçün darıxmışam. Sevincə də dözüb demə də. Yer elə gəlirəm mənə də. Küsüb incitsəm də yenə də. Mən atam üçün darıxmışam. Əkbərlə həsrəti çəkirik, anama gizvədib demirik. Bizə kim gəlir, biz deyirik, atamız üçün darıxmışıq. Müəllif İlmarsları. Təsir etməz bizə düşmən gülləsi. Canımızı sipər edərik döyüşdə. Əvi çatandır bizə uca zirvəsi. Yarıq dağı səncər edərik döyüşdə. Biz vurmarıq. Əliyalın dincləri unutmadı Xocalı günləri. Lazım olsa o sıravi gəncləri hazırlayıb əskər edərik döyüşdə. Əmri var mayor Ruslan Cəfəroğlu. Harda erməni görsəniz siz vurun, Qarabağda qan tökün, can qoyun. Bu əmri müxtəsər edərik döyüşdə. Biz almışıq şəhidlərin özünü. Qeyd eylədik böyük səfər gününü, Azərbaycan ordusunun gücünü. Bayram edib zəfər edərik döyüşdə. Bayram edib zəfər edərik döyüşdə. Bu qədir adlanan çıxır, sizə vəsiyyətim budur, məni şəhid tək bastırın. Yarım mənsiz ağlar indi, ona da mənsiz çətindir. Bədənim torpağa sindi, məni şəhid tək bastırın. Qardaş bacım öz adımla, fəxr edəcək düz inamla. Sağollaşmışam anamla, məni şəhid tək bastırın. Orxanam, adım Yaşar. Məndən sonra qardaşım var. Həm bacılar, həm analar. Məni şəhid tək bastırın. Məzarıma anam gələr. Baş daşımı öpüb sevər. Məni görüb hamı deyər. Məni şəhid tək bastırın. Məni şəhid tək bastırın. Bugün oğul dərdimə ellər ağladı. Ürək sızladı, gözlər ağladı. Yerlər ağladı, göylər ağladı. Kamalım şəhid olduğu gün sözlər bir dodağa sarıldı. Anası torpağa sarıldı. Üç rəngli bayrağa sarıldı. Kamalım şəhid olduğu gün getdik gözlərim ağlar qaldı. Yanaqlarıma leysan doldu. Canın ömrümdən ömür aldı. Kamalım şəhid olduğu gün evimdən xoşbəxtlik alındı. Üzümüzə kədər saçıldı. Cənnət qapıları açıldı. Kamalım şəhid olduğu gün. Kamalım şəhid olduğu gün. Onun xatirəsinə sorulmuş qəbir səni evinə dönədir. Öz evinə yadlaşmısan sən, qəbir səni evinə dönədir. Yoxsa daha alışmışsan sən, qəbir sənin evinə dönədir. Döyüşlərdə getdin irəli, məğlub edərək sən əcəli. Gəlmirsənsə sən ana, deməli qəbir sənin evinə dönədir. Əlsafa oğlun, Sunay qızın, illər ötürüdü sənsiz uzun. Ayıq oldu, budur, sənin yazın, qəbir sənin evinə dönədir. Dön evinə, üzümü güldür, sağ olduğunu mənə bildir. Şəhid sən anı neçə ildir, qəbir sənin
evinə dön. Qəbir səni evinə dön. Allah xatirəsinə nəzr olunmuş şeir. Adını eşidər, eşitməz sənin, xatirən yığılır, olur kəfənin. Qoymazdım ki, düşdüm qara vətəni, mənim şəhid oğlum, qəhrəman oğlum. Elmanı tanıdı, şəhidlər, cahan, sancıb bayrağını dedi, dalğalan. Unudarmı sizləri, Azərbaycan, mənim şəhid oğlum, qəhrəman oğlum. Zabit tək yetişdi vətənə elman, eylədi döyüşdə, düşmənə üsyan. Gələcəm yanına, səbr elə, dayan, mənim şəhid oğlum, qəhrəman oğlum. Əqrəblər ilişir, zaman dayanır, bir saat həsrətdən nələr yaranır. Məzarına hər gün anan uzanır, deyir şəhid oğlum, qəhrəman oğlum. Oğlum xatirəsindən olmuş şeir. Bilmirəm, anlatmışlar ki, bilmirəm, yəni şeylər səsləndirəm bilə bilmirəm. Səqir, o məktublar. Dedim bəlkə doğru olar, qapını açıb, saxladım. Getdim qapıya, sevincək. Yuxularım olur, gerçək. Dedilər, doğrul gələcək, qapını açıb, saxladım. Yollarını mən izləyib, ayaq səsini dinləyib, səhərə qədər gözləyib, qapını açıq saxladım. Dərd qəlbimi incidəndən, ruh bədəni hərəkətindən, döyüşə doğrul gedəndən, qapını açıq saxladım. Azzaboğlu'nun xatirəsinə nəzr olunmuş şeir qızın dilindən qəhrəmanım atamdır. Hamı kimi mənim də qəhrəmanım atamdır. Şəhid kimi içimdə qəhrəmanım atamdır. Saçlarımı arayan, qızım deyib oxşayan, mehbarəni qoruyan qəhrəmanım atamdır. Küssəm könlümü alan, nuru üzümə dolan, yuxuma qonaq olan qəhrəmanım atamdır. Tək qoydum gedib məni, yığıb çiynimə qəmi, bir ömür şəhid kimi qəhrəmanım atamdır. Muradov Siyavuş, Akiboğlu'nun xatirəsinə nəzr olunmuş şeir. Sənsiz qaldım. Buza dönüldü torpağın, səni isitmir qucağın, şəklin dolu bir otağın, sənsiz qalır, sənsiz oğlum. Qışa düşdüm baharında, qocaldım dərd qubarında, başımda şal məzarında, sənsiz qaldım, sənsiz oğlum. Evində soldu paltarın, xatirə oldu paltarın, əlimdə qaldı paltarın, sənsiz qaldım, sənsiz oğlum. Siyavuşum mərd gedib, tək sirdaşım sən idin, yoxluğuna həsrət dedim, sənsiz qaldım, sənsiz oğlum. Yoxluğuna həsrət dedim, sənsiz qaldım, sənsiz oğlum. Hüseyin İbrahim Məmmədoğlu'nun xatirəsinə nəzr olunmuş şeir. Səni tapşırıb torpağa, təbii ki, qızının dilindən. Mən kimə ata deyəcəm, yenə qəddimi əyəcəm. Bilmirəm, necə gedəcəm, səni tapşırıb torpağa. İtib daha dadım, duzum, ömür qısa, həsrət uzun. Dönəcək evinə, qızım, səni tapşırıb torpağa. Ürəyimi ağlayacam, xatirəni saxlayacam. Bilməzdim ki, ağlayacam, səni tapşırıb torpağa. Ürəyimi həsrət edir, qəbrim məni çox incidir. Qızım şəlalətə gedir, tək gedir, səni tapşırıb torpağa. Daim Müslümoğlu'nun xatirəsinə nəzr olunmuş şeir. Vaxtsız köçdüm, vaxtsız Oqtay, tez götürdüm kədərdən pay, qalan ömrümü sən say, mən də gəlirəm yanına. Yer elə bacına biraz,
Qıldım cənazəmə namaz, söz səbr elə, az qalıb, az, mən də gəlirəm yanına. Yoxdur burada bir sirdaşım, ağır düşüb yola daşım, qarşıla məni, qardaşım, mən də gəlirəm yanına. Şən günlərimi bitirib, ruhu əcələ yetirib, xatirələri götürüb, mən də gəlirəm yanına, mən də gəlirəm yanına. Əlvidalar var görüşlərdə, belə üzgün dönüşlərdə. O gün həmin döyüşlərdə qardaşım da şəhid oldu. Bizimlə deyib gülmədən, nəmli gözümü silmədən, anama sağ ol demədən, qardaşım da şəhid oldu. Zakir Dəstur bir qəhrəman, vətəni üçün verdi can, Qarabağ deyil, həmin an qardaşım da şəhid oldu. Deyir, üzüm güldü ki, dərdimi yadlar bildi ki, bacına xəbər gəldi ki, qardaşım da bizim üçün şəhid oldu. Qardaşım da bizim üçün şəhid oldu. Heybroğlu xatirəsindən olmuş şehid. Xoşbəxt yaşayırdı sənlə. Əcəl gəlib qoymadı ki, üzü dönmüş qara torpaq, Hüseynindən doymadı ki, övladların atasızdır, bir şəklinlə danışırlar, illərdir ki, yoxluğuna xatirədə qarışırlar. Atanız etkin şəhiddir, başınızı dik tutun siz, atanızın mərdliyini həmişə yada saldı biz. Ey qəhrəman övladları, sizlər bizə əmanətsiz, nə etsək də yenə olmur, son ayrılıqlar həsrətsiz. Sınıfır olmuş şehid, sən axı şəhid oldun. Sən susmusan, dinməmsən, həsrətliyəm, bilməmsən. Mən bilirəm, ölməmsən, sən axı şəhid olmuşsan. Edə bilmədim, toy, düyün, dostların evlənib bugün. Üzülmürəm vətən üçün, sən axı şəhid olmuşsan. Ruhun deyil, çox uzaqda, Rəcəb, adın dil dolarda, Xocavənddə, Qarabağda, sən axı şəhid olmuşsan. Anasından heç doymaz, bu xalq səni unutmaz, sən axı şəhid olmuşsan. Payımayı bitiririk, bundan sonra gedəcək rəsmi qonaqlara. Baxıb şəkillərinə mən can verdim, alışıb alovlandı, içim, gözüm yaman axtardı, sənin elçin. Bir əşyalarına toxundum mən, elə bildim sağsan, indi gələcənsən, oturub otağında qərar aldım, özümü bir anlıq həyatdan aldım, qızım gəlib nə olub ona dedi. Elçin hələ də xəyalımda idi, söylədim qardaşım düşüb yanıma, qurban olub onun şəhid adına. Kaş olaydı yanımızda o indi, oğul dağı çəkmək mənə çətindir. Qızım mənə baxıb dedi, anacan, yaşadacam adını, axıracan. Elçin mənim igid qəhrəmanımdır, ölənə dək, varlığım, həm canımdır. Elçin mənim, bu gün, bu an o bir oğlum evə gəldi. Elçinin otağında olduğumu bildi, girdi otağa bir xeyli kədərli, dostu idi Elçinin, onun dəyərli. Dedi, Elçin mənim dostum olubdur, əsirlərim onda gizli qalıbdır. Biz qardaş olsaq da dostluq edirdik, hara getsək, Elçinlə bir gedirdik. Bitirmişəm həyatın xoş çağını, həyatda bacımla tək biz qalmışıq, gəl Elçin, gəl, axı sənsiz qalmışıq. Mən dostluğu qardaşımı itirdim, Elçin kimi sirdaşımı itirdim. Oğlumun, qızımın bu kəlmələri
hatırlatdı gördür mənə nələri. Sanki biraz sardılar yaramı, gələcək hələ bu mövzunu davamı. Allah Qanı Yol Peyvan sayının rəhbəri Arif Süleymanlı dəvət edirəm. Ondan sonra da tortumuz var, hələ heç kimdə insana getmir. Şəhər canavarı, şəhər bacıları, hər birinizi salamlayıram. Bəli, bir neçə vaxtdır ki, ara vermişdik Elmar müəllim. Nəhayət ki, bugün start verdi. Elmar müəllim həmişə belə bir işlərdə, xeyirxah əməllərdə sizlərə uğur arzulayıram. Və ümid edirəm ki, inşallah bizim bu oturacaqlarımızı gənclərimiz belə bilərmişəm. Onsuz da gəlirlər. Amma gənclərimizi burada görmək daha gözəl olardı. Çünki biz gələcəyimizi onlara bağlamışıq. Gənclər də bizim gələcəyimiz. Məhsullar olsun ki, yoxdurlar. İnşallah ki, olarlar. Və yenə deyirəm, əziz şəhər yanıları, hər birinizin qarşısında baş əyəcəm. Allah sizlərə səbir versin. Allah o itirdiyimiz oğulların, məqamların, güzel məkanların cənnət eləsin inşallah. Var olun, sağ olun. Allah sizə sağlam və bərəkətli ömür versin ki, sizlər də o şəhəri olarlarınızı yaşadasınız. Çox sağ olun, diqqətinizə verin. Stola, o masaya, orada da bizim tortumuz onlara var idi, huzuru sərdilərlə, ona görə də inşallah indi ki onlarla Baharına gələ bilmədi, təbrik edəcək əslində tortu var orada. İndi biz o tortu kəsəcəyik. Ay müəllim, mən xahiş edirəm, o da tortların onun üzərinə zəhmət olmasa. Nə xoşumuzdakı işlərin altındır və təbrik edirik. Təbrik edirəm. Yaşayan ömür versin. Allah xeyri bərəkət versin. Biraz da qalsın, necə çox